indi gəldik bu güzgü əksinə. Well. Aha. Nə deyir? Given the root of binary tree, check whether it's mirror. Bu söz necə tələffüz olunur? Mirror da, mirror. Okay, biz bunun deməli güzgü əksi olub olmadığını necə götürürük? Left'ini götürürəm, bir də right'ını götürürəm. Nə edirəm? Gəlirəm. 3 node left equal root nöqtə left. Düzdür. 3 node right equal root nöqtə right. Düzdür. Və gəlib nə deyəcəm? Deyəcəm ki left right'a bərabərdirmi? Left right'a bərabərdirmi? Right'ı left'in right'ına return. Okay. If left equal null or right equal null, left və right null-dırsa nə edirəm? Return true. İkisi də null-dırsa return true edirəm. Çünki bu null da bu varsa deməli bu şey deyil. Güzgü əksi deyil. Return is symmetric else if left nöqtə value equal right nöqtə value return true. Düzdür. Else return false. Düzdür. Burada nə deyirəm? Mən left ilə right-ı yoxladım. Bunun deməli bu nədir? Sağ, sol. Solun sağını qoyacağım. Sağın da sağın sağı, solun solu. Sağın sağı, solun solu. Okay. Right nöqtə left, right nöqtə right, left nöqtə left and deməli sağın solu, solun sağı. Sağın solu, solun sağı. Nə deyir? Burada nə deyir bu? 3 node deyil. Bir dənə 3 node göndərirəm. Okay, onu nə göndərim? Düz axı 2 parametrli deyil metod. Bəs mən necə yoxlayım? Sağın sağı, solun solu, sağın solu, solun sağı. Bunları necə yoxlayım mən? Əlavə bir dənə metod yazıram. Hansı 2 dənə parametr qəbul edir? Public boolean,
Boolean check. 3 node left, 3 node right. Recursive recursive elə bir şey demək istəyirəm. Okay. Nə edirəm burada? Gəlirəm, nə deyirəm? Left belə bir şey deyirəm. Bunu bura qoyuram. Aha. Əks halda da return false. Aha. Burada gəlib nə deyirəm? Check left, right. Check'i də gətirirəm, buralara qoyuram. Aha. Let's see. Nə deyir? Left and null and right and null and Əla, işdədir. Submit edə. Well. Bunu necə eləyək indi? Burada bu null məsələsini necə eləyək? Okay, bunu gətiririk. Nə edirik? Bunu gətiririk. Right, left, right. Bunları necə yoxlayım? Çox sağ olun, uğurlar. Bunu mən necə yoxlayım? Burada deyəcəm if necə yoxlayım? If left deməli, nöqtə right deməli, null'dan fərqli və yox, bu çox uzadır. Necə eləməliyim? Left'ini və right'ını götürür. Elə bunu göndər getsin də. Niyə bir də burada əziyyət çəkirsən? Yox. Return left və right. Left və right. Left ilə right'ı yoxlayacağım. Başqa? Boş mağarada. Left ilə right'ı yoxlayacağım. Sonra nə edəcəm?
if right equal null and left different than null, return false. If right different than null and left equal null, return false. Tip olar. Olar. Bu solution keçdi, amma elə də yaxşı solution oxşamır. Let's see. Sən solutionun necədir? My solution is like that. Deməli. Oy. Ne diyecektim ben? Is there anything wrong my solution? Ben buna belki solution necədir? Accepted. Okay. Bu hansıdır? My'dakine baxaq. Baxırıq. Check left və right'i göndərmişəm. Burada nə etmişəm? Burada da gəlmişəm ki, əgər bu nulldır və bu da nulldırsa true elə. Əgər ikisindən biri nulldırsa, hə. Əslində düzdür. Sadəcə olaraq buradakı bu check bir balaca şeydir. Necə deyim? Byler əlavə koddur da. Bu kodlara ehtiyac yoxdur. Başda rootun null olduğunu əslində yoxlamırdım. Ona görə null pointer alırdım. Amma indi necə işlədi bilmirəm. Okay, bizim okay. Burada mən də rootun null olub olmadığını yoxlamıram. Zaten belə baxın, buna niyə ehtiyac yoxdur? Bunu götürürəm. Bura baxıram. Əgər ikisi də nullsa, zaten bunu return eləyəcək true və qutardı getdi. Sonra mən burada bunu keçsə, ikisi də null olmasa və biri null olsa, ikisi null deyilsə, buranı keçəcək. Əgər burada biri true'dursa, deməli o biri null deyil. Çünki yuxarını keçib. Ona görə burada və ya işlətsəm, bu boyda şeyə ehtiyacım yoxdur. Hə. Yenə burada da bu boyda check'e ehtiyac yoxdur. Çünki əgər heç biri null deyilsə və ya biri də null deyilsə, demək heç biri null deyil də. Dəyəri check eləyirəm və bunu return eləyirəm. Buna bir dənə belə return eləsəm kifayətdir də. Return. Belə if'im lazım deyil. Elə bir dənə return yazsam bəs. Well, bunu bir dənə check eləyirik. Başa düşdük yəni. Bunu iterativli bir fiyeslə də yolu var. İkisi null'dırsa true elə. Bu burada belə yoxdur, belə yoxlayırıq. Belə yoxlayırıq ki, biri null'dırsa.
BFS-ə görək yolu nədir? Mən elə yoxlamamışam. Aha. İkisi də null-dırsa true elə. Biri null-dırsa false elə. Okay. Symmetricdirsə null-dırsa root null-dırsa return true. Əks halda da get çəkilir. Buradakı yazdığımızın elə demək olar eynisidir. BFS necə idi? Biz bunu yoxlayırdıq qonşu-qonşu. Hə, belə. Onda bu həm də BFS-dir. Okay.